Cruises.azın dəyərli dostları, müştəriləri, MSC Grandiosa gəmisində 14161 nömrəli balkonlu otaq. Deməli, girər-girməz həmişəki kimi bizi qarşılayır işıq bölümü, kondisionerin tənzimlənməsi, işığın yandırılıb söndürülməsi və eləcə də bu gəmilərdə təmizlik üçün qapıya nə isə asmırsınız, düyməsinə basırsınız və artıq təmizlənməli olduğu bilinir. Duş kabin sanitarda bu şəkildə fantastika kateqoriyalı otaqdır. Həmən asılqanlar, seyf və çəkməcələr, divan və 2 nəfərin yata bilməyi üçün yataq və lazımsa bu açılır. Ya 1 ya 2 nəfərlik alt-üst yataq olur. Minibar, əlavə ödənişləndir. Böyük bir güzgü, gözəl xanımlarımızın özlərinə baxmaları üçün televizor, fen, böyük ayna və balkon. Balkon giriş və çıxışlarında, digər videolarında üstünə basaraq qeyd etdiyim 2 yerdən açılma var. Bir, bu hissədən açılır. Bir də əgər uşaqlarla gəlirsinizsə, bu şəkildə bunu bağlaya bilirsiniz ki, uşaqların əli çatmasın. O bizim balkonumuz. Geminin arxa bölümünə daha yaxındır bu otağımız və balkondan olan görüntü. Cruises.az olaraq sizə bütün incəliklərini izah edərək, göstərərək tam məlumatlı etməyə çalışırıq ki, verdiyiniz qərar il boyunca çalışıb, əldə edib, topladığınız pulu doğru yerə xərcləməyiniz üçün əlimizdən gələn edirik. Birinci missiyamız da odur. Deməli, bu otaqda nədir? Balkonlu bir kabindir. 3 və ya 4 nəfərin rahat bir şəkildə qala bilmək üçün bir məqam var. Burada bir qapı görürsünüz. Bu qapı bir digər otaqla connection olan otağın arasındakı qapıdır. Əgər siz ailə olaraq 2 böyük 2 uşaq və yaxud 2 böyük 3 uşaq olaraq səyahətə çıxırsınızsa və əlimizdə də bu şəkildə gəmilərdə uyğunluq varsa bu şəkildə veririk. Əgər ki, bir məqama diqqət edin. Əgər siz 2 nəfərsiz və səyahətə çıxmısınız, istəyirsiniz ki, balkonlu otaqda qalasınız. Belə olan halda mümkün mərtəbə çalışmaq lazımdır ki, bu şəkil connection otaq olmasın. Bu o demək deyil ki, digər otaqdan bu otağa giriş var və rahatdır, xeyir. Amma hər bir halda arada bir qapının olmağı biraz daha əsasən də səslə əlaqədar narahatlıq yarada bilər. Onun üçün çalışmaq lazımdır ki, mümkün mərtəbə əgər 2 nəfər olaraq səyahət ediriksə, tam təşəkkül 2 nəfərlik bir kayutaya sahib olaraq, əgər imkan varsa. Bax belə, bu məqamı da diqqətə alaraq ümumi otağa bir göz atın. Bax belə.